Teşekkür ederim. Çok düzgün vurguladınız ki dırnaq içerisinde gururlu bir bəyanat verə, açıqlama vermək. Həqiqətən dırnaq içərisindədir. Zəngəzur dəhlizində ən son sözü deyə bilən bir qüvvə varsa o da İrandır. İrandan əvvəl çox qüvvələr var. Yəni söhbət birinci ilə Ermənistanın özündən gedir, Rusiyadan gedir daha çox, nəinki İrandan. Yəni İran indiki qədər zəif olmayıbdır. Son 30 ildə mən deyərdim ki, indiyə qədər zəif olmayıb və bu 30 yəni bu xüsusi bir zəif bir dönemdə özünü böyük göstərmək, güclü göstərmək sadəcə olaraq belə bir manipulyasiyadır. Yəni başqa bir şey deyil, siyasi manipulyasiyadır. Əvvələn bir izah eləyək ki, siz də oxudunuz ki, onun dediklərində nə var ki, güya ki İran mane oldu, özü də hətta Rusiyanın iştirakı olmadan. Əvvələn bilirsiniz ki, bu saatları faktiki olaraq Zəngəzur dəhlizinin perspektiv açılmasında ən böyük əngəllik yaradan Rusiyadır. Ona görə ki, Rusiya 10 noyabr 2020 bəyanatına əsas götürərək deyir ki, yəni orada təhlükəsizliyə nəzarət Rusiya tərəfindən olacaq və İran buna heç vaxt etiraz eləməyibdir. Konkret olaraqsa isə ki, güya ki NATO'nun gəlişinə mane olur. Məhər NATO Zəngəzur dəhlizinə gəlirdi ki, NATO və yaxud da ki burada 3 ölkə, yəni konkret olaraq yəni bu Qafqaz respublikalarının 3'ü NATO'ya müzv olur. Nə Ermənistan, nə Azərbaycan elə bir iddiası yoxdur. Gürcüstan da demək olar ki bu məsələ dayandırılıbdır faktiki olaraq. Bu heç NATO gəlmir. Əksinə NATO ölkələrindən olan, yəni mülki missiya üzvləri Ermənistan sərhədlərindədir. Ermənistanda da İran niyə mane ola bilmir əgər elədirsə ona. Və yaxud da ki, elə belə deyək də Zəngəzurda açdığı Fransanın NATO ölkəsidir. Bir konsulluq var, yəni ki açır. Bu da İranın açdığı konsulluğun böyründədir. Mane ola bilirmi? Yox, mane ola bilmir. Əvvələn bu ərazinin, yəni Zəngəzur dəhlizinin hər iki başı Azərbaycan torpağıdır. Ona görə də burada Zəngəzur dəhlizinə mane ola bilər. Əgər bizim fikrimiz olsaydı, biz mane ola bilərdik ki, bu yol dayansın. Çünki yolun hər iki başı Azərbaycan torpağıdır. Yəni ki, burada əsas hədəf, yenə də İranın əsas hədəfi Azərbaycandır. Yəni ki, çünki Zəngəzur dəhlizinin əsas birinci məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla əlaqədir. İkincisi isə bu olduqca qlobal bir layihədir. Buna Transxəzər layihəsi deyirlər. Transxəzər nəqliyyat dəhlizi deyirlər. Burada Zəngəzur dəhlizi onun bir tərkib hissəsidir. Burada Çin, Mərkəzi Asiya və digər ölkələr, o cümlədən ki, Türkiyə, bununla Avropa ölkələri buradan keçmiş İpək yolunda kimi çox ciddi belə deyək ki, iqtisadi gəlirlər əldə edə bilərlər, zaman qazana bilirlər. Burada vilayətinin dediyi o sözlər ki var, heç uyğun deyil, heç bir məsələyə də yaxın gəlmir. Xüsusi olaraq da İranın ən zəif vaxtında göstərmək ki, bu İranın gücü hesabına başa gəldi. Burada İranlıq heç bir şey yoxdur. Mən yenə deyirəm ki, yəqin ki, vilayəti bunu maksimum öz daxili auditoriyası üçün fikirləşibdir. Ki, yəni ki, biz hələ də orada güclüyük. parçalanma ifadəsi var idi ki, bu İranın parçalanması deməkdir. Niyə belə təqdim etməyə çalışır və elə sizin də dediyiniz kimi, əgər bu daxili auditoriyaya hesablanıbsa, eyni zamanda xalqı da ona təşviq eləməkdir ki, siz də qarşı çıxın, siz də imkan verməyin bu dəhliz açılsın. Kimlərin mühasirəyə almasından qorxur ki? Bax, olduqca indiki yanlış deyil. Bu təkcə vilayətinin yanlışı deyil. Ümumiyyətlə bir yanlış mövqe vardı ki, hər zaman İran tərəfindən ki, güya ki, İranın yolu kəsiləcək, İran mühasirəyə alınacaqdır. Bir dəhlizin açılması ikinci bir yola mane olmur axı. Bu yoldan istifadə edirsə, belə deyək, perpendikulyar olaraq həmən yoldan yeni kimsə istifadə edə bilirsə, əgər İran istəyirsə ki, Ermənistana çıxsın, Ermənistandan özünün dediyi kimi güya ki, Avropaya yolun çıxışının qarşısını alır. Əvvələn biləsiniz ki, Ermənistana girmək hələ Avropaya getmək demək deyil, Gürcüstanın ərazisinə keçmək lazımdır. Ona qalsa logistikanın ən belə deyək ki, müasir forması Azərbaycandan Gürcüstana çıxmaqdır. Nəinki Ermənistandan Gürcüstan ərazisinə çıxmaq. Yox, əgər bunu eləyirsə, yəni ki, Ermənistandan ərazisindən eləmək istəyirsə perspektivdə, yenə də mane olunmur axı burada. Heç kəsə güya ki, mühasirəyə alınır ki, İran burada. Mən yenə deyirəm, bu daxili auditoriyaya hesablanmış bir məsələdir və üstəlik, yenə deyirəm, Azərbaycan hədəf götürülübdür burada, Azərbaycana qarşı olan bir məsələdir. Və özlərinin də xüsusi bir şişirtmək, qürurlanmaq ki, buna mane olduq. Əvvələn buna mane olmaq üçün, yəni ki, o deyən kimi ki, əhalini də buna sövq eləmək istəyirlər ki, belə bir proses gedir, siz də bunun əleyhinə gedin. Əvvələn biləsiniz ki, əgər Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi yaranandan sonra
Türkiyə ilə sərhədlər açılandan sonra burada heç bir belə də ki, İranın artıq Ermənistan ərazisindən keçib harasa getməyindən elə bir ciddi məsələ, elə bir belə də ki, problem yaranası deyil. Əksinə İran özü buradan müəyyən iqtisadi belə də imkanlar, logistika imkanları yarana bilər. İran vilayətinin dedikləri bu məsələdə yenə deyirəm, hədəf ilk növbədə Azərbaycandır və sizin qeyd elədiyiniz kimi dırnaqarası qürur nümayiş etdirməkdir ki, bu da son vaxtlar ümumiyyətlə Şahilə xanım, yəqin hiss edirsiniz, həm cənubdan, həm şimaldan Azərbaycana hədəfə götürülən bəyanatlar səsləndirilir məmurlar tərəfindən. İkinci dərəcəli, üçüncü dərəcəli məmurlar tərəfindən belə bəyanatlar səsləndirilir. Bu görünür ümumi siyasətin tərkib hissəsidir. Azərbaycan müstəqil siyasət aparır. Azərbaycan perspektivdə bu yolun açılması üçün müəyyən diplomatik addımlarını atıbdır. İndi isə ortada bir Ermənistan var, bir də onunla mübarizə aparan, yəni ki, yol uğrunda Rusiya var, müəyyən dərəcədə də Qərb var. Əsas məsələ Ermənistan dəfələrlə, Ermənistan rəhbərliyi deyib ki, biz çalışacağıq ki, bu yol açılsın, bu yolun açılmasında da belə deyək ki, elə bir ciddi maneələr hələ ki yoxdur. Yenə deyirəm, sülh müqaviləsi yaranandan sonra artıq Türkiyə ilə əlaqələr açılanda, sərhədlər açılanda Zəngəzur yolu necə deyirlər, avtomatik açılacaq və burada İran doğrudan da sayda qalacaq.